Vahid Milli Hərəkat tərəfdarlarından maliyyə dəstəyi istəyir. Mixail Saakashvili tərəfdarlarını Vahid Milli Hərəkat üçün vəsait toplamağa çağırıb. O, Facebookda paylaşdığı müraciətdə bank hesabının nömrəsini də göstərərək bildirib ki, Vahid Milli Hərəkat xalq tərəfindən yaradılmış partiyadır və insanların maliyyə baxımından bu prosesdə iştirak etməsi zəruridir. Keçmiş prezidentin sözlərinə görə toplanacaq vəsait partiya qurultayının keçirilməsi, regionlara səfərlərin təşkili, eləcə də siyasi məhbusların və onların ailələrinin dəstəklənməsi üçün istifadə olunacaq. Xatırladaq ki, Vahid Milli Hərəkat qurultayının keçirilməsi üçün lazım olan vəsaitin toplanması ilə bağlı rəsmi bəyanatı dünən yayıb. Bu məsələ siyasətçilər arasında müxtəlif qiymətləndirmələrə səbəb olub. Tbilisi Şəhər Şurasının qarşısında saxlanılan şəxslərin məhkəmə prosesləri gecə saatlarında başa çatıb. Məhkəmə binasının qarşısında vaxt aşırı məhkəmə mühafizəçiləri ilə saxlanılan şəxslərin tərəfdarları arasında qarşıdurma yaşanıb. Hakim NATO Bolkvadzeyə 5 sutka, Şako Bağdoşviliyə isə 10 sutka inzibati həbs cəzası verib. Laşad Gebuadzeyə də 10 sutka inzibati həbs cəzası təyin olunub. Marini Nanava və Sandro Sexniyaşvili 5000 lari məbləğində cərmələniblər. Hakimin qərarı ilə Tornike Toşxuaya 3000 lari, Mariya Miqançişviliyə isə 6000 lari məbləğində girov tətbiq edilib. Xatırladaq ki, 3 gün əvvəl Tbilisi Şəhər Şurasının qarşısında keçirilən aksiya zamanı 10 nəfər saxlanılmışdı. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə saxlanılan şəxslər əllərində təhqiramiz məzmunlu plakatlar saxlayırdılar. Gürcüstanın yeni mədəniyyət nazirinin kim olacağı hələlik məlum deyil. Tinatin Ruxadze dünən vəzifəsindən istefa verib. Hakim komanda sabiq nazirə gələcək fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, onun vəzifədə olduğu müddətdə cəmiyyət bir sıra maraqlı layihələrin şahidi olub. Tinatin Ruxadze qərarı barədə sosial şəbəkədə paylaşım edib və istefasının səbəbinin səhhətindən yaranmış problemlərlə izah edib. Tinatin Ruxadze 18 oktyabr 2024-cü il tarixində Gürcüstanın mədəniyyət naziri təyin olunmuşdu. Tbilisidə gəzalı yaşayış binalarının yenilənməsi proqramının icrası davam edir. Yosepci küçəsi 71-ci ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının yerində yeni bina tikiləcək. Bu məsələ paytaxt hökumətinin iclasında müzakirə olunub. Bildirilir ki, bina 4-cü kateqoriya qəza vəziyyətindədir və tam sökülməlidir. Binada 45 ailə yaşayır. Onlar investorla birlikdə bələdiyyəyə binanın yenisi ilə əvəz olunması tələbi ilə müraciət ediblər. Tikinti dövründə sakinlər kirayə mənzillərlə təmin olunacaq. Layihə Tbilisi İnkişaf Fondu və özəl sektorun iştirakı ilə həyata keçiriləcək. Bu, ABŞ prezidenti ilə indiyədək keçirdiyim ən yaxşı söhbətlərdən biri idi. Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Donald Trumpla görüşündən sonra deyib. Onun sözlərinə görə görüş zamanı əsas diqqət İran məsələsinə və təhlükəsizliklə bağlı məsələlər üzrə sıx koordinasiyaya yönəldilib. Donald Trump isə Netanyahu ilə yaxşı görüş keçirdiyini və görüş zamanı bir çox mühüm mövzunun müzakirə olunduğunu bildirib. ABŞ prezidenti İsrailin baş nazirini Ağ Evdə qəbul edib. Görüş qapalı qapılar arxasında keçirilib və təxminən 1 saat yarım davam edib. Bundan əvvəl Donald Trump Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşüb. Zelenski görüşü müsbət qiymətləndirərək bildirib ki, onlar digər məsələlərlə yanaşı Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziyalarda müzakirə ediblər. Həmçinin qeyd olunub ki, ABŞ Senatı Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar haqqında qanun layihəsinin qəbuluna doğru ilk addımı atıb. Prosedur səs verməsində Respublikaçı senator Lindsey Graham tərəfindən hazırlanan Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsi dəstəklənib. Vladimir Zelenskinin sözlərinə görə bu qanun layihəsi Ukraynaya dəstəyin göstərilməsi baxımından mühüm siqnaldır. Beynəlxalq Gonyo'nun ahəngləri festivalı çərçivəsində qala konserti keçirilib. Konsertdə Batumi Dövlət Musiqi Mərkəzinin simfonik orkestri və Batumi vokal ansamblı iştirak edib. Tədbirin məqsədi Gonyo'nun mədəni irsinin tanıdılması və onun tarixinin daha geniş şəkildə təqdim olunmasıdır.
Fransa və İspaniyada meşə yanğınları ilə mübarizə davam edir. İspaniyada iqlim problemlərinin həllinə töhfə vermək məqsədi ilə ekspertiza əsasında təhlillər hazırlayacaq məsləhətçi ekspert orqanı yaradılıb. Meşə yanğınları indiyədək ölkədə 77 min hektar ərazini məhv edib, 63 mindən çox insanın təxliyəsi zəruri olub. Fransada da vəziyyət ağır olaraq qalır. Bordo yaxınlığındakı turizm zonalarından təxminən 4 min nəfər təxliyə edilib. Fransa prezidenti ölkədə yaranmış vəziyyəti İkinci Dünya müharibəsindən bəri ən ağır adlandırıb və əhalini xəbərdar edib ki, qarşıdakı bir neçə həftə daha da çətin keçəcək.